Salam, hər vaxtınız xeyir əziz müştərilərimiz. Bu günləri sizə qaz, qubçalı, yeni bir təmirdən çıxmış bir gözəl mənzilimizi, 3 otaqlı mənzilimizi təqdim edəcəm. Hal-hazırda biz mənzilimizin mətbəxindəyik. Əziz müştərilərimiz, mətbəxində gördüyünüz kimi pəncərəsi var, balkonu var. Otaqların da hamısının çölə pəncərəsi var. Yəni içdən içə deyil. 70 kvadrat metrdir. Masazırda Qurtuluş Yaşayış kompleksinin yanındadır. Bir dənə göstər zəhmət olmasa. Əziz müştərilərimiz, bu binanın sonunda o göy yerdə gördüyünüz yaşıllıq var. Oradan marşrut keçir. Bir dənə kombi sistemimizi göstər. Əziz müştərilərimiz, bura park üçün nəzərdə tutulub. İndi tam abadlaşmayıb. İnşallah yavaş-yavaş işləyirlər üzərində inşallah. Yəni gələcəyə Allahın izni ilə qəşəng görüntüsü olacaq. Belə də pis deyil, amma inşallah gələcəyə daha da gözəl olacaq. Mətbəximiz, əziz müştərilərimiz 4 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşir. Bir dənə zəhmət olmasa. Binamız tam yaşayışlıdır. Bir dənə zəhmət olmasa. Sanitar qovşağımızı göstər. Bu da sanitar qovşağımızdır. Əziz müştərilər, koridorumuz, giriş qapımız buradadır. Bu da dərin işqafdır. Deməli, keçirik yataq otağına. Bu bir yataq otağıdır. Əziz müştərilərimiz, çölə pəncərəsi var. Bunun pəncərəsi tam çölədir. Hamısı çöldə. Yəni içdən içə deyil. Gəl, zəhmət olmasa. Əziz müştərilərimiz, deməli, yenidən sayıram. Mənzilimizin suyu, işığı, qazı, sənədləri tam qaydasında, qubça var. Qubça hal-hazırda əlimizdədir. Masazırda yerləşə gördüyünüz kimi Qurtuluş Yaşayış kompleksində start qiyməti 90.000 manatla başlayır. İnşallah real alıcıya endirim olacaq inşallah. Qonaq otağımız, əziz müştərilərimiz, deməli mətbəximiz və qonaq otağımız, ikinci yataq otağımız şəhərciyinin deməli parkına, Qurtuluş Yaşayış kompleksinə görüntüsü var. Qarşısında bina yoxdur. Tam arxayın ola bilərsiniz. Bu da ikinci yataq otağımızdır. İkinci yataq otağımızın da yenə görüntüsü parka və Qurtuluş Yaşayış kompleksinə. Əziz müştərilərimiz, kanalımıza abunə olun ki, növbəti mənzillərimizi görə biləsiniz. Sağ olun.